İlk önce tədbir başlamamış bir iki dənə bir söz deyim. 20 dənə şagirdimizə sertifikat verəcəyik. Hansı şagirdlərə verəcəyik? Sual cavabda aktiv iştirak edən və yaxud da ki, Danışdıq başqada. İnşallah biraz sakitliyə niyət edək. Bugünkü tədbirimiz Dünya Azərbaycanlıların vətənpərvərləri İctimai Birliyin keçirdiyi tədbirdir. İqlim səhifələri, COP29 ilə bağlı tədbirdir və tədbiri aparmaq üçün sözü verirəm Billur xanım Məmmədovaya. Çox sağ olun, təşəkkür edirəm. İlk öncə hər birinizi salamlayıram. Hamınızı görmək burada mənim üçün xoşdur. Bugün bizə ev sahibliyi etdiyinə görə məktəb rəhbərliyinə də xüsusi təşəkkürümüzü bildiririk ki, bu şərait yaradıldı və biz bu günləri sizlərlə görüşə bildik, sizin görüşünüzə gələ bildik. Bugünkü mövzumuz, müəllimə söylədiyi kimi də hamımız bildik, iqlim səfirləri, gənclərin COP29 missiyası. İlk öncə bu layihənin ərsləri gəlməsində, bugün biz bu layihəni icra etməyimizdə bizə dəstək olan qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürümüzü bildiririk ki, bizim layihəmizə dəstək olub və biz bu günləri Dünya Azərbaycanlıların Vətənpərvərlər İctimai Birliyi olaraq iqlim səfirləri, gənclərin COP29 missiyası layihəsini icra edirik. Biz artıq bu günləri 5-ci rayondayıq ki, bu layihəni icra edirik. Layihənin əsas məqsədi rayonlarda, regionda şagirdlərin, gənclərin, yeniyetmələrin, tələbələrin COP29 ilə bağlı yadında qalanlar, sonra COP29-un əhəmiyyəti, nəyə görə COP29 ölkəmizdə keçirilir, vacibliyi və bunlar bizim yaddaşımızda necə qalıb və biz bunu necə xatırlayırıq. Layihəmiz 3 ay davam edir və layihədə 120 dənə sertifikat hazırlanıb, keçirilən ümumilikdə 6 tədbir keçirilir, yekun tədbir Bakı şəhərində keçiriləcək və bu 6 tədbirdən 120 nəfər sertifikatından təmin olunur. Bu o deməkdir ki, bizim təkcə Astara yox, bizim tədbirlərimiz Lənkəran, Astara, İsmayıllı, Qəbələ və Şirvan şəhərlərində keçirildi. Bugün isə Astarada sonuncu tədbirimizdir. Daha sonra isə Bakı şəhərində yekun tədbiri keçirilib, layihəni bağlı elan edəcəyik. Və bizim məqsədimiz nədir? Bu 5 rayonun gənclərinin yadını salmaq COP29-u. Nəyə görə əhəmiyyətli idi? Nə üçün keçirildi? Niyə bizim ölkəmizə bu lazım idi? İqlimdən danışanda bizim ölkəmizin iqlimə bağlı söhbət etməyə, danışmağa ehtiyac varmı? Və bu haqda sizlərlə fikir mübadiləsi edəcəyik. İlk öncə mən tədbirimizi açıq elan edib sizdən cavabları alandan sonra isə məni qane etməyən haqqında sizə daha geniş, dolğun məlumat verəcəm. Mən öz yerimə zəhmət olması xanım qızı alaq, keçib yaza bilək sertifikatları. İlk öncə mənə maraqlıdır. COP nə demək idi? COP-un açılışını kim verədilər bizə? Kimin yadında qalıb ki, COP nə idi? Yadında qalan olub. Yaxşı, yadınıza salan bu sualın cavabını alacağım. Ümumiyyətlə, ekologiya deyəndə, iqlim deyəndə biz nəyi nəzərdə tuturuq? Nə deməkdir? Buyur. Kim hərfi at? Bağır Məhəmməd Rızaoğlu. Bağırov Məhəmməd Rızaoğlu. Mənim ekologiya deyəndə daha çox insanın adına iqlim şəraitləri və s. dünyada baş verən iqlimlər haqqında daha çox bu tədbirlər keçirilir. Bu COP29-un da əslində bizim Azərbaycanda keçirilməsinin səbəbi də o həmin ekoloji səbəblərdən olmalıdır. Bunu da çünki bu ekoloji tədbirlər digər ölkələrdə də bildiyimiz kimi qabaqcadan keçirilir. Bunun da keçirildiyi ölkələrdə də bunun üzərinə düşürlər, tədbirlər görülür bunlar
dəyişmə səbəbləri, məsələn, dövlət iqlimlərin dəyişməsi, məsələn, digər ölkələrdə məsələn ekologiyanın zəif olması. Amma Azərbaycanda belə baxımla, bu ekologiya baxımından heç bir zəiflik belə bir görsənə yoxdur. Burada məsələn bizim bizim cənab prezidentimiz bunun haqqında da addımlar atır. Məsələn, yəni bütün məsələn bizim işğaldan olunan ərazilərimizdə də məsələn yenidən registrasiya işləri baş verir. Bunların da səbəbləri burada məsələn dağıdılmış əraziləri yenidən bərpa etmək. Bunlar da məsələn o ekologiyaya aid bir şeydir. Bizim Qarabağımızda ekologiya ilə bağlı 2 dənə rayonda nə olur? Ağıllı kənd layihəsi baş verir. Bu da yəni ona aid bir şeydir. Ağıllı kənd layihəsi nə deməkdir? Yəni daha çox hər şey elektron şəkildə üzərində qurulub da, məsələn, Havaya karbonun karbon verilməsi. verilməsi, oksigen daha çox verilməsi. Məsələn, bizim o işğaldan olunan ərazilərimizdə o minal əraziləri yenidən ağaclar əkərək oraları yenidən Təmizlənməsi, ekologiyanın daha da yaxşılaşmasına kömək olmalıdır. Əyləş. Bəs iqlim dedi, götürürəm səni. Bəs iqlim dedi, biz Azərbaycanda iqlimin dəyişikliyini görürükmü? Məsəl üçün, səni qaldıracaq, bir qız qaldıraqsa sən, buyur. Azərbaycan öz yerləşdiyi ərazi tropikinə görə 4 fəsillər və 4 fəsillər. Özü təqdim edir suallar. Muradlı Gülaya, Murad qızı. Azərbaycan öz yerləşdiyi tropik ərazi bölgüsünə öz yerləşdirdiyi yerə görə 4 fəslin 4-ünü də görür və bu fəsillər tam olaraq da yaşanır. Qış fəsli öz soyuqluğunda, yay fəsli istiliyində yaşanır. Bu da o deməkdir ki, Azərbaycanda bu o qədər də iqlim problemi yoxdur. Yəni fəsillər öz olmalı olduğu şəraitdə yaşanır. İndi biz hansı fəsildəyik? Biz payız. Payız nisbətən soyuq olmalıdır, amma hələ ki bizdə havalar o qədər də soyuqlaşmır. Yəni ki, demək gətirib çıxardırıq ki, biz iqlimin dəyişdiyini hal-hazırda hər şeydən qısa görürük yavaş-yavaş. Çünki indi hal-hazırda payız fəslindəyik və payız fəsli kimi yaşamırıq. Hamımız yarım qolda gəzə bilirik, nazik jaketlə də gəzə bilirik. Yəni bu deməkdir ki, bizim ölkəyə də öz büruzəsini verməyə başlayır. Bir də görürük yay fəslidir, hansısa bir rayonumuza bu il hətta oldu, dolu düşdü. Bu nədir? Fəsilin düzgün olmaması. Bəs fəsillərin düzgün keçməməsi bu demək ki, iqlimin düzgün olmamasıdır, temperaturun düzgün olmamasıdır. Bu ən çox insanlardan da çox heyvanlara öz büruzəsini verir, yəni canlılara. Çünki insanlar üşüyəndə kuşka giyinə bilir, isti olanda məsəl üçün, amma heyvanlar isə buna adaptasiya olmasında çətinlik çəkirlər. Daha çox çətinliklə üzləşirlər. Çox sağ ol. Buyur, sən yaxınlaşmaq istəyirəm. Mən Məmmədli xanıma Xalidoğlu. İlk dəfə bunu demək istəyirəm ki, COP29 Conference of the Parties sözündən götürülür. Yəni tərəflərin birləşməsi ilə əmələ gəlir. Bu ilk dəfə 1992-ci ildə Bakıda BMT-nin təşkilatı əsasında COP29-un vacibliyi olmuşdur. COP29-un vacibliyi əsasən iqlim dəyişiklikləri, yəni qlobal istiləşmənin olduğunu göstərir. Bu da onu göstərir ki, ondan sonra 2009-cu ildə tərəflər birləşərək Kopenhagen şəhərində milyonlarla dollar verərək, yəni minimum 100 milyon dollara qədər birləşmişdi ki, bu iqlim dəyişikliyinin qarşısını alsın. Bu da ondan əmələ gəldi ki, ekologiyanın zəifliyini göstərirdi. Ona görə də qlobal istiləşmə onu göstərdi ki, iqlimlərin dəyişikliyində əsasən istiləşmənin, soyuqlaşmanın, yer dəyişməsi, fəsillərin adətən bir-birlərini əvəz etməsi nəticəsində alınırdı. Və bu da canlıların bir-bir strukturlarına, hüceyrələrində, insanların tərkibində olan hüceyrələrində hamı dəyişikliyini göstərir. Yəni bunlar biz elə bir səbəbə məruz oluruq ki, insanın dəyişikliyi olur. Yəni insanın əhvalı dəyişə bilər, qalan yerdə günəşin çıxması vasitəsilə, yəni yay aylarında yağışların yağması və yaxud da doluların çıxması, qarların yağması kimi məlum səbəblər var. Qlobal istiləşmə ondan gəlir əmələ. Dediyim ki, 1992-ci ildə ilk dəfə UNFCC'nin qərarı ilə olmuşdur. Bu da BMT-də ilk dəfə 29-cu görüşünü keçirilmişdir, Bakıda olmuşdur. Bir çox görüşlər keçirilmişdir şəhərlərimizdə. Bunlara adətən COP-a daxil edildilər. Azərbaycanda yəni Bakıda İlham Əliyevin sazişi ilə imzalanmışdı ki, COP29 2024-cü ildə Yaşıl Dünya naminə olaraq imzalanmışdı. Yəni insanların təbiətinin qorunması. Hələ biz müharibədən sonra torpaqlarımızı azad elədik. Orada da yeni ağaclar əkdilər, sonra evlər tikildilər,
yaşamaq həyatımızı burada inkişaf etdirir. Çox sağ ol, çox qəşəng dolğun məlumat verdiyin üçün təşəkkür edirik. Daha sonra kim danışa bilər? Sual verim, yoxsa danışmaq istəyən var? COP29 bu o deməkdir ki, Azərbaycanda keçirilən COP 29-cu görüş idi, 29-cu iclas idi. İndi isə bu illəri COP30 Braziliyada keçirilir. Bu haqda kim danışa bilər ümumiyyətlə? COP-la bağlı, sonra COP29 Azərbaycanda keçirilən zaman neçə ölkə iştirak edirdi? Məlumat var. 195 ölkə iştirak edirdi. Danışmaq istəyən var, vaxtda yoxsa mən danışım. Sonra Azərbaycanda könüllü olaraq yalnız Azərbaycanlılar mı könüllü şəkildə olurdu, yoxsa xaricdən gələnlər də var idi könüllü? Kim danışır? Bir nəfər çıxsın, danışsın da mı? Qalsın desin mən. Kimləri qaldırar? Sən danışdın. Danışmayan da olsun da. Biz sertifikat verəcəyik 20 nəfərə, ayrı seçkili olmasın. 195 ölkə COP-da Azərbaycana gəlmişdi və 195 ölkə Azərbaycanda iştirak edirdi. Bu deməkdir ki, ölkəmizdə 195 ölkədən, millətdən, xalqdan insanlar iştirak edir. Və həmçinin də COP-da könüllülər var idi. Könüllülər isə tələbələrdən, şagirdlərdən 10-11-ci sinifdən də var idi. Sonra ən çox isə tələbələr idi, könüllülər idi. Və bunlar yalnız Azərbaycanlı yox, xaricdən könüllü şəkildə də iştirak edənlər var idi, könüllü kimi. Gəlib orada könüllülüklə fəaliyyət göstərirdilər. O COP-da 2 zona fəaliyyət göstərirdi. Yaşıl zona, mavi zona. Bu arada kim danışır? Əsasən Amazon dağlarında, meşələrdə olurdu. Kim danışa bilər? Sən də danışmısan, sən də 2 nəfər. Başqa bəs? Bu sırada qızlardan kim danışa bilər? Buradan. Çok parada fikirlerinizi bitirin. Yani ne? COP-la bağlı fikirləriniz, ümumiyyətlə nə məlumatınız var? COP necə yadınızda qaldı? Neçə gün keçirildi Azərbaycanda? Hə, buyur. Birinci ad soyad. Cənab Ayxan Fadıroğlu, noyabrın 11-dən başladı, noyabrın 20-sinə kimi davam edir. Ümumiyyətlə COP necə yadınızda qaldı? İzmir təşkilatı keçirilmişdi, yəni Bakıya bir çox ölkələrdən nümayəndələr gəlmişdi. COP nəyə görə keçirildi? Sən özün. İqlimə görədir, iqlimin dəyişməsinə görə, havaların illərin keçməsinə görə. Havaların düzgün soyuq və istiyi keçməməsinə görə, yayda soyuq, qışda isə istiləşməsinə görə. Bəs ümumiyyətlə COP-la bağlı dönəmdə, mən yadımdadır ki, biz COP-la bağlı bir dəfə də burada tədbirdə olmuşduq. Həmçinin müəlliminizin layihəsi var idi. Mənə maraqlıdır, burada eləşən... Azərbaycanda bütün dünyaları əhatə edən bir layihədir. 2024-cü ildə də Azərbaycanda keçirilmişdir COP layihəsi. COP layihəsində bir çox dövlətlər də iştirak etmişdir. Bu COP layihəsi dedikdə əsasən iqlimin qorunması, təbiətin, yaşıllığın qorunması, fəsillərin qorunması ilk ağzına gəlir. COP layihəsində 2 region iştirak edirdi, 2 zona iştirak edirdi, yaşıl zona və mavi zona. Yaşıl zona əsasən təbiətin bir yaşıllığı, mavi zona ki, okeanları, dənizləri. COP-dan tam da orada əyləş. 2 zona fəaliyyət göstərildi. Yaşıl və mavi. Yaşıl zonada ümumi bütün Azərbaycan xalqına açıq zona idi və hamı iTicket bildiyimiz kimi application var idi. Oradan bilet alıb, həmin yaşıl zonada iştirak edib, baxıb görə bilirdi. Orada həm Azərbaycan Respublikasının, nazirliklərin və yaxud da böyük şirkətlərin stendləri var idi. Həmçinin də dövlət qurumlarının stendləri var idi. Yaşıl zonada da mavi zona kimi yan iclaslar, paralel iclaslar keçirilirdi. Mavi zona isə o demək idi ki, orada çox vaxt prezidentlərin görüşü keçirilirdi, prezidentlərin iclasları keçirilirdi, rəsmi hissə idi. Yəni bütün, hətta orada xarici ölkələrin prezidentlərindən başqa onların ailələrinin nümayəndəsi, mən orada məsəl üçün öz xatirimdə olanı deyim, Kenyanın prezidentinin qızı orada iştirak edirdi, yəni öz gördüklərimdən danışam. Həmçinin bizim prezidentimiz orada iştirak edirdi mavi zonada. Yaşıl və mavi zonada həm prezident ailəsi,
öz qızları ilə iştirak edirdi. Həmçinin də bu yaşıl zonada da olurdu. Yaşıl zonada keçirilən iclasda da Mehriban xanım Əliyeva öz övladları ilə iştirak edirdi. Yəni həm yaşıl zonada, həm mavi zonada iclaslar, paralel iclaslar keçirirdi. Amma böyük konferans zalları, böyük iclas zalları isə bunlar hamısı mavi zonadaydı. Mən özüm COP iştirakçısı olaraq biz həm 11 gün ərzində mavi zonada, həm də yaşıl zonada olduq. Və mən orada gördüklərim nəyi dəyişdi deyərdim ki, mənim dünya görüşümü dəyişdi. Çünki COP bir möhtəbər bir tədbir idi və 11 gün ölkəmizdə davam edən bir tədbir idi. Bu 11 gün ərzində biz 195 ölkə nümayəndəsi ilə əlaqədə ola bildik. Onlarla danışa bildik. Orada məsəl üçün ölkələrin mətbəxlərinin nümayişi var idi. Mən məsəl üçün həyatımda ilk dəfə ilan dərisindən dolma yemişəm COP-da. Yəni bunu Braziliya nümayiş elətdirir. Yəni yadımda qalan xatirələrimdən sizə danışıram. Çünki məsəl üçün mənə də özümə də ilk dəfə qəribə gəlmişdi. Yəni o hər bir xalqda öz milli mətbəxini də nümayiş elətdirirdi. Öz milli geyimləri ilə oradaydı. Bizim Azərbaycanımızın da orada stendimiz var idi. Biz də milli geyimimizi nümayiş elətdirirdik. Milli paxlavalarımızı, dolmamızı, yəni milliliyə aid olan hər bir şeylərimiz orada öz əksini tapırdı. Ümumiyyətlə, bəs ekologiya deyəndə, ekologiya ilə bağlı kim danışa bilər? Bizlər ekologiyamızı qoruyuruqmu? Ağacları, meşələrimizi, təbiətimizi, buyurun. Ekologiya ilə bağlı əsasən iqlimin qorunmasına deməyə gətirək. İqlimin qorunmasına əsasən mənim fikrimcə təbiətə əsasən zarar verənlər insanlar hesab edilən. Çünki insanlar məsələn təbiətə dənizləri çirkləndirirlər, qurunu çirkləndirirlər. Bunu çirklənməyin qarşısını almaq üçün bir çox tədbirlər həyata keçirilir və bununla yanaşı bəzi cəza tədbirləri də vardır. Məncə bu cəza tədbirləri daha da artırılsa insanlar təbiəti zərər verilməkdən daha çox qorumağa da üstünlük verərlər. Yəni sanki dünyada 100% insan nəzərə alaq. Bu 100% insandan sadəcə 40%-i təbiətimizi qorumağı, ekologiyamıza dəstək olmağı, qorumağı yəni başa düşürük. Qalan 60%-i məncə bunu dərk eləmir. Əgər dərk eləsələr ki, yəni dünyada bunlar biz insan yaşayırıqsa, yaşadığımız yerdə təmiz saxlamalıyıq. Ona görə də əgər bunu dərk eləsələr ekologiyanı qoruyarlar. Onu qorumaq üçün əllərindən gələni edərlər. Məncə bunu dərk eləmirlər. Amma bir tərəfdən də məsələn təbiətə zərər vuran məncə 90% insansa 10% də təbiətin elə öz-özünə zərər vura bilir. Məsələn, insanların təbiətə zərər vurmayı önünə gətirə bilər ki, dənizləri çirkləndirirlər. Məsələn, yolda gedərkən əlində hər hansı bir zibil varsa onu yerə atırlar. Zibil qabı ona atmırlar, yerə atırlar. Hətta mən buna çox şahid olmuşam. Lakin təbiətin özünə zərər vurmağın önünə gətirə bilər ki, məsələn, bəzən ildırımlar olur. Bu ildırımlar nəticəsində məsələn, ildırım çaxanda hər hansı bir əraziyə düşüb ərazini yandıra bilir. Məsələn, hər hansı bir ağacın üstünə düşdü, həmin ağac yanmağa başladı. Külək vasitəsilə həmin yanğın daha da artır. Beləliklə bir meşənin yanğınına səbəb gətirib çıxarır. Bu da təbiətin özünə vurduğu bir zərər kimi göstərə bilərik. Yəni 100% əgər zərər danışılırsa, bu 10%-i təbiətin özünə vurduğu zərərdir. Təbii ki, burada heyvanların da bəzilərinin də təbiətə vurduğu zərərlər var, amma ən çox canlı aləmdən gününə gətirsək, insanlar təbiətə zərər vururlar. Əgər bunu dərk eləsələr ki, insan öz yaşadığı yeri qorumalıdır ki, növbəti nəsildən gələn insanlar da burada yaşayacaqlar. Əgər bunu dərk eləsələr, məncə eləməzlər. Amma dərk eləmirlər. Çox sağ ol, çox qəşəng, dolğun və sonda da öz məsləhətlərindən, yəni çox xoşuma gəldi fikrin. Çünki əslində hər kəs danışarkən öz subyektiv fikrini də danışdığı mövzuya uyğun bildirməlidir. Bu çox yaxşıdır. Ümumiyyətlə biz burada əyləşən şagirdlərimiz ekologiyanı qoruyuruqmu? Yəni buyur danış. Bu haqqda nələr edirik, necə edirik? Ad, soyadınızdır. Rəhimli Əlövsət. Ümumiyyətlə biz yaşadığımız həyatda, dövrdə ekologiyanı qoruyuruqmu? Bununla bağlı nə işlər görürük? Mən bunu deyirəm, mənim insanların məncə mən 50% mən bunu qorumur. 50% isə mən təbiəti mən qorumağa çalışıyorum. Məsələn, insan, mən indiki nəsildə mən tüstülər çox olur. Onlar da 50% mən elə ağaçlar əçiləcək. Çünki bu ağaçlar böyüdükcə mən onlar havadakı karbonatlar və oksijeni buraxırlar. Bu da yeni nəsil üçün çox yaxşıdır.
bu 50% ise 50% ise təbiətə zərər verir. Bu zərər isə heyvanlara da təsir olur. Məsələn, dənizdə çirkləndirdikdə balıqlar da bundan Əziyyət çəkir. və onların belə getdikcə nəsil tükənirlər. Tamam, çox sağ ol, əyləş. Bəs ümumiyyətlə başqa kim ekologiya ilə bağlı danışmaq istəyər? Buyur, alacağım sizlərə. Ekologiya deyəndə təbiətin məsələsi, iqlimin dəyişməsi, biz təbiəti qorumalıyıq. Xahiş edirəm, üzr istəyirəm. Əziz şagirdlərimiz, sinif yoldaşımıza hörmətlə yanaşar və sakit duraraq onu dinləyək. Biz ekologiya deyəndə iqlimin dəyişməsi nəzərdə tutulur. Ekologiya deyəndə biz təbiəti qorumalıyıq, onlara ziyan vurmamalıyıq. Həm ekologiyanı insanlar, həm də təbiət öz başına çirkləndirir. Bu dərəcədən də biz buna nəzər yetirməliyik. Məsələn, zavodlarda tüstülərin olması bu təbiətə ziyan vurur. Sonra dənizlərin çirkləndirilməsi, bu həm heyvanlara zərər vurur. Sonra insanlar quraqlıqlar, ildırımın çaxması ilə meşələrin yanğınları bu kimi təbiət ekologiyaya ziyan vurur. Bunun üçün də biz əlimizdən gələni etməliyik ki, ekologiyanı qorumalıyıq. Çox sağ ol, buyur. Alacağım. Bir dənə oğlan, bir dənə qız. Buyur. Lap arkadakı oğlan. Sizə sən əyləş, onu da anlaşırsın. Ad, soyad. Düşəni şeydən alırım. Deməli, biz burada məsələn çoxlu fabriklərin üstüləri və maşınların çıxan üstüləri ekologiyanı şöhləyir və biz də buna görə çoxlu xeyirli işlər görməliyik. Yəni, daha çox... Xahiş edirəm. Daha çox burada ağac əkməliyik və ekologiyanı qorumalıyıq. Məsələn, meşəyə istirahətə və başqa bir şey getdikdə şüşə tutuqları yerə atmamalıyıq. Onu zibilə atmalıyıq ki, sonra günəş vurub meşə yanğını baş verə bilər. Həm də bunu gölə və ya dənizlərə atsaq, burada bəzi canlılar zərər çəkə bilərlər. Bu da onların nəslinin kəsilməsinə səbəb olur. Atdığımız zibil ən çox atılan zibillər nəyə görə təbiətə ziyan vurur deyirik? Çünki onlar təbiətdə çürümür və təbiətdə qalaraq ziyan vurur. Və atılan zibillərin ən təhlükəlisi isə saqqızdır. Bilirik niyə saqqız təhlükəlidir? Çünki, bilən var, çünki quşlar saqqızın nə olduğunu başa düşmür və yerə düşən saqqızı yemək kimi sayaraq onu qəbul edir və həmin dəqiqədə ölürlər. Çünki o yapışır onların boğazına və onlar həmin dəqiqə ölürlər, həyatlarını itirirlər. Sizlərdən də hər birinizdən xahişimiz budur ki, biz çeynədiyimiz saqqızı qəti şəkildə yerə atmırıq. Çünki bunda canlıların, quşların bunu başa düşməməsi və bilməsi öz həyatını itirmə səbəblərindən biridir. Alacaq. Bir də biz dedik ki, ekologiyanın zavodların tüstüsü korluyur. Bəs sürülən maşınlar necə? Bundan bağlı nə deyə bilərsən? Sən danışmısan. Sürülən maşınlar karbon qazı buraxırlar. Ona görə də daha çox elektrikli maşınlar. İndi artıq bizim ölkəmizdə elektrikli maşınlara keçid edib və köhnə maşınların da yığılması. Bu isə nəyə görədir? Çünki ekologiyamızın qorunması üçün vacib olan bir haldır. Buyurun, əyləşin. Tam sakitliyi xahiş edirəm. Buyur. Təbiətin çirklənməsinin Ad, soyad. ailə rəzətin çəkilməsidir. Təbiətin çirklənməsinin başlıca səbəbləri odur ki, çirkli tullantılar, zəhərli qazlar və s. Bu zəhərli qazların da səbəbləri maşınlardan çıxan tüstülər və zavodlardan çıxan tüstülər ola bilər. Biz artıq yavaş-yavaş daha da təkmilləşdiyimiz üçün get-gedə meşələr qırılır və bu meşələrin əvəzinə yeni binalar, yeni tikilər, yeni zavodlar tikilir. Bu da meşələrin yaşıllığının azalmasına səbəb olur. Biz bunun qarşısını almaq üçün hər birimiz bir ağac əksik bunun qarşısını ala bilərik. Həmçinin müharibələrin olması da bu iqlimin dəyişməsi, qlobal istiliyə çox böyük təsiri vardır. Müharibələr olaraq zavodlardan çıxan tüstülər və hamısı azot təbəqəsinə zərər verir. Bu da zərər verdiyi üçün artıq yavaş-yavaş o zərər görür və istilik bizi
gələn şüaların qarşısını ala bilmir. Buna görə də qlobal istiləşmə baş verir və iqlimdə dəyişmə baş verir. Məsələn, bizdə indi payız fəslidir, soyuq olmalı, amma qlobal istiləşmə baş verdiyi üçün daha istidir. Buyurun, əyləşə bilərsiniz. Bu, Allah zəhmət olmasın. Söz verir. Ad soyad. Xahiş edirəm. Sakit duraq ki, mən sakit durmağına, bu da bizim vaxtımızdan gedir. Sizi də yoruruq, başa düşürəm. Bir yarım saat sakit oturaq, dostlarımız bizə cavab versin, ondan sonra yekunlaşacaq. Alacağım səndə. Buyurun. Mənə görə isə bizim Sakit. saxlanması, ekologiyanın qorunması əsas məsələlərdən biridir və əsasən də bizim cəmiyyətin də ən çox burada danışdığı məsələlərdən biri də bizim təbiətimizin qorunması, saxlanılması ilə bağlıdır. Mən sizə burada belə bir məsələ göstərirəm. Məsuliyyətsiz bir insan peşəyə getsə, orada bir alov yandırsa və o alovu yandırmadan oradan ayrılsa, buradakı böyük meşə yanğınlarından və buradakı bəzi fəlakətlər yarana bilər. Buradakı meşə yanğınları əsasında buradakı ağacdan yaranmış meşələrdə yaşayan heyvanların da buradakı canı gedir. Hətta buradakı atılan balaca bir şişə parçası belə buradakı meşə yanğınlarını yarada bilir. Bizim əsasən buradakı bəzi fabriklər ki, fabriklarda küçük buraxır, o bizim ekologiyamıza çox böyük xəsarət getirir. İndi isə gələcəkdə burada elektrikli maşınlara keçirik. Bu bizim ekologiyamızın üçün çox mühüm bir məsələdir. Çünki artıq buradakı maşınların buraxdığı karbon qazı burada olmayacaq və bizim ekologiyamızın çoxunluğu burada qorunacaqdır. Buradakı ağacların kəsilməsi isə burada dünyada çoxlu ağac kəsilir və ağaclar da bizim oksigenimizi tənzimləyir. Əgər buradakı ağaclar olmazsa, ətraf mühit daha da çox çirklənər. Burada əsasən dənizləri də qorunmalıyıq. Çünki dənizlərdə əslində buradakı balıqları və sairə heyvanları qoruyub saxlamalıyıq. Lakin bəzi insanlar da vardır ki, bu qayda qanununa riayət etmirlər. Atdığımız zibillər, dənizə atılan zibillər, balıqların nəsillərinin tükənməsi, balıqların azalmasına gətirib çıxardır. Çox sağ ol. Kim danışmaq istəyir? Oğlanı demişdim, o sonra sizə qaldı. Bu sıradan da var, danışaq. Bir, buradan, iki, iki nəfər də bu. Tamam. Ekologiyamızın yükseklenmesi əsasən insanlar var, öz-özünə də ziyan vurur. Burada %90 insanlar vurursa, yəni %10 da təbiət öz-özünə vurur. Burada baş verən təbii fəlakətlər, ildırımlar, və s. bir çox şeylər baş verir. Burada yanğınlara səbəb verir. İnsanlar hər hangi bir yerə, pikniqə və s. yerə getdikdə onların əlindəki zibilləri zibil qutusuna atmalar və yerə atırlar. Bunda ən zərərlisi olaraq plastik minlərcə illər keçsə də o yox olmur. Burada attığımız zibillər suya, okeana, dənizə attığımız zibillər ən çox balıqlara zərər vurur. Burada ağaclar kəsir, oksigenini azaldır. Ağac etdikdə isə 100 il oksigen saxlayabilir. Burada isə ağacları kəsdikdə bizim oksigenlərimizi azaldırlar. Ağacları kəsdikcə ləvazimatlar düzəldirlər. Bir çox şeylər düzəldirək oksigenə, insanlara zərər vururlar. İndiki dövrdə isə zərər verilən fabriklərin tüstüləri isə oksigenin azad bəsənin deşilməsinə səbəb gətirir. Ona görə də bizim oksigenimiz azalır. İndiki dövrdə maşınlar artıq elektriklə gedir. Elektrikli maşınlar gətirilir. İnsanların bir çoxu elektrikli maşınlardan istifadə edir. Çox sağ ol, təşəkkür edirəm. Bu sıradan danışmaq istəyəm. Sizlər mən bu məsələyə gəlirsiniz. Ad soyadındır? Bir an var. Sizlər bayaq bu məsələyə gəlirsiniz. Mən sizi bilirim, sizlərdən mən bu məsələyə gəlib. Sakin. Mən ona bir məsələ göstərə bilərəm. Sakin. Kəsici alətdən məsələn şüşə ya da küçük ağzlar
zədə almasına gətirib çıxarır. Çox sağ ol, təşəkkürlər. Şair məsələn təbiətdən özünə gedir, hansısa bir işdən istifadə edir, onu yaradır. Onu dedik. Güneş vasitəsilə o işıq yaradıb yanğına səbəb olur. Tam doğrudur. Onu dedik ki, atılanlar, onlar çünki çürüyə bilmir, tam səmimidirsin. Və təbiətə ziyan verir. Ziyan vermək nədir? Yanğının olması və bir də görür ki, hava çox isti keçir, meşədə yanğın baş verir. Bu nədən baş verir? O atılan butulkaya günəş şüasının düşməsi və yanğın hadisəsinin baş verməsinə gətirib çıxarır. Bu sıradan danışmaq istəyən alacaq. Buyur. Təbiət müxtəlif səbəblərdən çıxır. Ad soyadı? Məmməd Zafer. Bir insanlar nəticəsində, bir təbiətə buraxılan zərərli qazlar nəticəsində, bir də təbiət öz-özünə ziyan vura bilər. Təbiətə buraxılan zərərli qazlar nəticəsində ona misal göstərir ki, zavodların və fabriklərdən çıxan tüstülər, maşınlardan çıxan tüstülər təbiətə karbon qazı buraxır. Karbon qazının çox buraxılması nəticəsində oksigen qazı azalır və oksigen qazı da bizim sağlamlığımız üçün çox vacibdir. Həmçinin təbiətə buraxılan zərərli qaza istixana effekti yaradır. İstixana effekti nəticəsində günəşdən yerə gələn qazlar, istiliklər yerdə qalır, yəni yer kürəsi, lakin soyulur. Bu isə çox yaxşı bir hal deyil. İnsanlara görə də bu səbəb ola bilər ki, insanlar okeanlara, dənizlərə, çaylara hər hansı bir tullantını atdıqda bu həm çayda, dənizdə yaşayan canlıların da ölümünə nəticə verir, həm də ki, içməli su ehtiyatlarının azalmasına gətirib çıxarırlar. Həmçinin bəzi insanlar da vardır ki, onlar meşələrə getdikdə ocaq qalarlar və bu ocağı getdikdən sonra söndürürlər. Bu isə meşələri sonradan yanması səbəb olur. Meşə yanğınlarına gətirib çıxaran Meşələr səbəblərdən biri. bizim sağlamlığımız üçün çox vacibdir, bir oksigen mənbəyidir. Onun üçün Çox sağ ol, təşəkkürlər. Neçə nəfər danışmaq istəyir? 1, 2, 3, 4. Ancaq bu 4 nəfəri Allah orada götürsün. Ondan sonra mən danışıb yavaş-yavaş yekunlaşdıracağam. Buradan qalxsın bir olan, sən götürəcək. Əvvəla hamınızı salamlayıram. Mən Əsrar şəhəri Mirzə Ələkbər Sabir adına bir sayı tam orta məktəbin 15 sinif şagirdi Mirzəzadə Elfin Elsinoğlu. Əslində sizin bugünkü bu məsələ çox maraqlı və çox belə həyatımızda böyük rol kəsb edir. Həm də ki, birbaşa onu demək istəyirəm ki, əgər insan haradasa yaşayırsa və orada uyğunlaşıbsa, həmin adam öz təmizliyinə birinci növbədə riayət etməlidir. Çünki o istifadə etdiyi qidaları, tullantıları götürüb çölə atmamalıdır. Yəni, təbiəti zərərləməməlidir. Çünki bunu özü bilməlidir, başqası ona deməməlidir. Məsələn, burada elə uşaqlar da var ki, bu günləri həmin məsələləri eşidirlər və onu çöldə riayət etmirlər. En güzel soru bunu ki, bugün hamımızdan xahişimiz budur ki, burada danışdıqlarımızı və eşitdiklərimizə özümüz riayət edək. Yəni söz xatirinə danışmayaq, eşitdiklərimizi də söz xatirinə eşitdikcə bitdi gedək köhnə həyatımıza yox və özümüz icra etməliyik, özümüz əməl etməliyik. Çəyərdiyimiz saqqızı yerə atmamalıyıq, nəsə aldıq, yedik, zibili yerə atmamalıyıq, zibil qablarını atmalıyıq. Çoxdur, içdiyi şüşə qabı yerə atmamalıyıq. Ən azı bu xırda şeyləri özümüz əməl etməliyik ki, bundan sonraki nəsillərə də, bundan sonraki həyata da təbiətimizi sağlam şəkildə təhvil verə bilək. Çünki biz özümüzdən sonrakılara borcluyuq, borcumuzdur. Buyur, davam etmək istəyirəm. Sonradan oxumaq istəyirəm, düzdür, maşın dediniz bayaqlar, bəs elektrik maşınlar, bəs benzinli maşınlar və onu demək istəyirəm ki, indi bu firmalar ki var, hər firma öz maşını çıxardır da, onların da bazarına pis təsir edir. Çünki hamı elektrik maşını istifadə etsə, bəs yaranan bu, necə deyim də, benzinlə yaranan maşınlar da sarı gedir. Köhnə də olsa, istehsalatdan çıxarılması olur. Amma onların da hərənin də öz xəstəsi var, hər maşın. Yox, indi məsələ onlar düzgün deyil də. Onlar gələcəkdə istehsalatdan çıxacaqlar. Çünki ekologiyaya bir söz deyim də, fikirləşin ki, 82-ci ilin, 90-cı ilin maşını nə qədər insana xərc verir. Dostlar, xərc edirəm, sakitliyə riayət edək. Fikirləşin ki, mənim maşınım 95-ci ilin maşınıdır və indi
qədər köhnədir. Həm ekologiyaya zərər verir, həm cibimə zərər verir, xarab olur, ehtiyac hissələri dəyişilməlidir. Ona verilən sərmayəyə toplasaq, bir dənə yeni maşın alsaq, həm mənim cibimə qənaət baxşı olacaq, həm də ekologiya. Və mən istədiyim ki, ekologiyaya yararlı maşınlar bizim cibimizə də sərfəlidir. Benzin sərfiyyatının azalması. Adi bir hal deyim. Mənim Bakıdan Astaraya gəlməyim üçün Polluqdan Gəldüzün danışaq benzin vurmuşuz. Bu 40 manat pul tutur. Amma ekoloji sağlam maşına minsək, ona isə 10 manat pul tutur. Görün nə qədər fərq edir. Bu bizim həmçinin də bütçəmizə də bir xeyirdir ki, bir var mən 10 manata gəlib çıxım Astaraya, bir də var ki, mən 40 manata. Görün 30 manat fərq elədi. Adi bir hal. Ona görə gələcəkdə hamımız özümüzdən asılı olmayaraq bu yeni dövrə keçid eləmək istəyəcək ki, həm cib baxımından da ucuz olsun. Adi bir hal. Əvvəllər evi nə ilə qızdırırdılar? Odunla qızdırırdılar. Ev qızırdı mı tam olaraq odundan? Yox. İndi kombi çıxdı. Hə, qazdır və kombi ilə eyni pula bütün evi qızdıra bilirik. Oca biz odunu sevsəydi, amma dedik ki, bu cibimizə gəlməyəcək. Yox, bəzən bilər görüntü olaraq yaxşıdır, nədir? Çünki o adamlar filmi görmürlər də biz gördüyümüz. Həm odun, təbiətimizə nə qədər xahiş edirəm də, çox xahiş edirəm. Dinləmə mədəniyyətimiz olsun. Bütün siniflər yuxarı siniflərdir. Nə olub sizə? Həm odun bizim evimizi pis eləyirdi, evimizi batırırdı. Bu bir ziyanı. İkinci ziyanı təbiət qırılırdı, məhv olurdu, meşələrdən ağacları qırıb məcbur idik ki, evi istiləşdirməkdən ötürü yandıraq. Təbiətin körlanması, ekologiyanın körlanması, həmçinin əziyyət, hamısını pul zadı qoyuram qırağa. Bunun belə əziyyəti bizə nəyi var? Çətin idi. Ona görə biz gələcəkdə özümüz istəmədən yeniliyə özümüz qapı açacaq ki, tək ki yeniliyə olsun, bizim komfortumuz olsun, rahatlığımız olsun. İnsan komfortunda heç nəyə dəyişmir. Buyur əyləş, buradan bir qız idi, yox, əlavə eləməksən, əlavə elə qızına. Sakit, xahiş edirəm, çox xahiş, görüşürüz. Ekologiyanın, yəni iqtisadiyyatın zəifləməsinin səbəblərindən əsas səbəbləri də vardır. Yəni iqtisadiyyat... Hə, sakit, çox yaxşı danışır, qulaq asın. Ekologiya və iqtisadiyyat nəzərdə tutduqda bizim dövriyyəliyimizi göstərir. Dövriyyəliyimizin əsas səbəblərindən biri də ekologiyanın növləridir. Ekologiya növləri azalma, geridə emal eləmə və istehsalının yerində yaratmasıdır. Azaltma, yəni xammalların sərf edilməsi, müəyyən qədər büdcəmizdən çıxan maşınlara və yaxud da elektrik mühərriklərinə sərf etdiyimiz xammalları, bunları azaltması, yerdə emal etmək isə, yəni bir dənə sadə butulkanı götürsək, plastik butulkanı, ondan yerdə emal edərək nə qədər şey düzəldə bilərik. Yəni təbiətimizdə zərərli şeylərdən bunları dəyişib, vacibli, mühüm şeyləri çevirə bilərik. Həm də təkrar emal etməyi də bunu nəzərə götürə bilərik. Yəni bir çox insanlar bunu başa düşmürlər və ekologiyanı sadə gözlə baxırlar. Yəni burada danışılan burada qalmır, yəni çöldə buna riayət etmək lazımdır. Yəni təbiətin qorunması və yaxud da ağacların kəsilməsi buna verilən zərərlərdən biridir. Buna verilən zərərlərin qarşısını almaq ki, insanlar öz düşüncəsi vasitəsilə bunun qarşısını almaq lazımdır. Azaltmaq da yəni bir çox mühərriklərdən biz dedik ki, fabrikin, zavodların tüstülərindən çıxan buxarlar bizim təbiətimizi məhv edirlər. Yəni ona ziyanlar vururlar. Bunun əsas səbəblərindən biri də insanların düzgün iş görməmələri gəlir. Yəni fabriklərdə, zavodlarda nə qədər mühüm işlər olsa da burada çıxan tüstülərdən adam ehtiyatla eləməlidir ki, işləri tüstülərin baş verməsinin səbəbi olmasın. Və yaxud da adi mühərrik bir maşın istifadə edirik, sürürük. Bunlardan çıxan tüstülərin də nə qədər ziyanları olduğunu düşünməliyik. Onun üçün də düzgün avtomobildən istifadə edilməyi və yaxud da təbiətin çirklənməsinin qarşısını almaq üçün əlimizdən gələn etməliyik. Bu da bizim bir borcumuzdur. Çox sağ olsun, adınız? Məmmədi xanım. Xanağa şagirdimiz çox gözəl, dolğun məlumat verdi və mən həqiqətən bugün burada olduğum tədbirdə 3-4 nəfər şagirdin danışığı daha çox xoşuma gəldi və onlardan biri də Xanağadır. Buyur, necə demək istədim? Mənim maşınlardan da söhbət gedəndə daha çox əvvəldən də hibrid maşınlar məsələn istifadə olunur. Hibrid maşınların çıxmasının səbəbi də o qədim vaxtda, məsələn 2000-ci illərdə məsələn artıq hibrid maşınlar çıxmağa, istehsal olmağa başladı. Bunun da əsas səbəbi də o ekologiyaya görə idi. Hibrid maşınların daha çox
üstünlüyü ondaydı ki, həm sərfəli idi, həm də hibrid maşınlarda yarı elektrik, yarı benzinlə məsələn işləyirdi. Bu da ona gətirib çıxarırdı ki, yəni ekologiyaya daha az ziyan vururdu. Məsələn, zavodlardan da məsələn danışmağa çalışsa, məsələn, o zavodlarda indi işlər görülür ki, o tüstünü azaltmağa çalışırlar. O işləyəndə o tüstünü azaltmaq üçün əllərindən gələni edirlər. O tüstünü yəni minimum səviyyədə. Bəli, havaya artıq oca bizim ölkəmizdə, ölkədə fəaliyyət göstərən zavodlara və yeni tikilmiş zavodlara bir tələbat qoyur ki, havaya oksigen qazına zərər olmasın deyə karbonun az ürədilməsi. Biz bilirik ki, Coca-Cola zavodu Bakıda yerləşirdi və bu Biləcər ərazisində yerləşirdi. İndi yeni Coca-Colanı Bakı şəhərindən çıxardırlar və bunu İsmayıllı rayonuna köçürdülər və İsmayıllı rayonunda Coca-Colanın zavodu tikilir. Və tikilən zavoda da tapşırıq verilib ki, mütləq şəkildə ölkəyə karbon qazı buraxmaması və bunun üçün də müəyyən aparatlar, müəyyən texnikalar var. Həmin zavodlarda quraşdırılır. Və bu həqiqətən ölkəmizin biz vətəndaşları üçün atdığı müsbət hallardan biridir ki, yəni ölkə bunu deyə bilər ki, getdik, elə mənə maliyyə gəlir, amma vətəndaşın düşünməsi sizin çox böyük bir haldır ki, vətəndaşa düşünülür ki, onun vətəndaşı səhəri gün ziyan çəkməsin. Səhəri günü bunun əziyyətini çəkməsin və indi də bundan sonra da ölkəmizdə tikilən, ölkəmizdə yəni istehsal olunan zavodlara, fabriklərə və yaxud da müəssisələrə tapşırılır ki, havaya qəti şəkildə ziyan verici maddələr buraxılmasın. Daha sonra məsələn, indi zavodlarda da məsələn, fabriklərdə də daha çox robot texnikasını istifadə etməyə üstünlük verilir. Bu da məsələn, insanların, bunda bir mənfi cəhəti var. O da ki, insanların iş əməyi məsələn, azalmağa başlayır. Daha çox onların yerinə robotlar əvəz olunur. Bir tərəfdən də o insan üçün mənfi cəhətdir. Çünki çox insan məsələn, dünyadakı, məsələn, deyə bilərik ki, çox zavodlarda robot texnikasından istifadə olunur. Bunda insan əmək haqqının dünyada get-gedə azalmasına səbəb olur. Həmçinin insanlar işsizliyinə gətirib çıxaracaq səbəb kimi artıq müəyyən ölkələr həyəcan siqnalı çalırlar, müəyyən ölkələr bundan artıq qorxurlar ki, sabahları insanların işsiz qalmasına gətirib çıxardı. Amma robot texnikanı da biz bəzən fikirli halıyım. Paltar yuyan maşın, qab yuyan maşın, bunlar da ilk robot texnikanın nəticələridir. İlk istehsal olunan paltar yuyan maşındır, ət çəkən maşındır. Bunlar hamısı robot texnikanın birinci, ikinci addımlarıdır. Artıq orada ev silən, ev süpürən robotlar çıxıb, artıq evdə yığışılmır və artıq içində yemək pişirən, yəni bunlar artıq var. Bu deməkdir ki, gələcəkdə insan əməyinə üstünlüyün azaldılmasıdır və insan daha çox başqa sahələrin də inkişaf eləməsindən gətirib çıxarır. Amma aşağı təbəqə, zəif təbəqənin işsiz qalmasına üçün düşünəndə çətindir. Çünki bilirik ki, adi bir haldayım, işsiz olanlar hansı bir ev təmizləməyə və yaxud da hər hansı bir yerdə işləməyə gedəndə indi artıq onlara ehtiyac olmur. Robot texnikalardan istifadə olunur. Onlar məsələn hər gün getdiyi işə həftədə bir dəfə gedirlər, ayda bir dəfə gedirlər. Bu isə insanların dolanışıq səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Bu onu da göstərir ki, biz mütləq şəkildə təhsil almalıyıq. Daha savadlı olmalıyıq ki, biz iş axtaranda çətinlik çəkməyək. Öz biliyimizlə, öz zihnimizi işlətməklə maliyyəmizi qazana bilirik. Məsələn, insan əmək haqqında əslində müsbət cəhəti ondadır ki, məsələn, bir robot zavodda xarab olur, işləvsiz hala düşür. Amma insan işləyəndə o işi tam yerinə yetirir. Yəni, robot xarab olduğunda, məsələn, onun yerində o robotu əvəz eləmək üçün neçə min pul lazımdır o robotu yenidən əvəz etmək üçün. Bu da onun bir dənə mənfi cəhətlərindən biridir. Çox sağ ol, təşəkkürlər. Son 2 nəfər alırdım. Buyur. Bu əllər yenə qalxın. Sən danışdın da. Sən danışacaqsın.
onların atıqları çaylara, göllərə və s. kimi dənizlərə ziyan vura bilir və burada yaşayan balıqlar və s. kimi canlılar da vardır. Buna əlavə, məsələn, nefsə göre en çiklənmiş dəniz, məsələn, İran körfəzi bu dəqiqə nefsə göre çiklənmiş dənizlərdən bir tanesidir. Buna əlavə olaraq Şimali Amerika yaxınlığındakı bir dəniz insan nəticəsində o qədər çiklənmişdir ki, oradan su belə götürmək istədikdə bu alınmır. Buna əlavə ekologiyanın çiklənməsində həm müharibədən də böyük zərərləri vardır. Məsələn, Çenab hadisəsində belə bir zamanın patlaması ilə bir şəhərdə həm ekoloji, həm kimyəvi, həm bioloji sistem demək çökmüşdür. Yəni nə orada ot bitir, nə oranın torpağı davamlı olur, nə də ki əkinə yararlı olur. Və bundan başqa olaraq tərəfdə biz öyrəndik ki, Amerika Birləşmiş Ştatlarının Yaponiyaya atdığı atom bombaları belə oradakı əhalinin qırılmasına, torpağa zərər vurur, ağacları məhv edir və orada əkin belə və ya ot belə orada bitir. Tamam, oldu. Buyurun. Sayın Nuray. Meşələrin kütləvi şəkildə qırılması, odunların qırılması, misal gətirə bilərik. Meşə yanğınları baş verir. Bunu ildırım vasitəsilə də baş verə bilər və insanlar da özləri düşərgə qururlar, orada alov yandırırlar və alovu söndürmürlər və söndürmə yadlarına çıxıb bu bir qığılcıma görə də bütün meşə yanğınına səbəb ola bilər. Və indi kağızın istehsalında da odun əsas yer tutur və odun da ağacdan əldə olunur. Bu zamanda ağaclar qırılır, bu da meşənin qırılmasına səbəb olur. Sonra mən deyirlər ki, əgər bir neft gəmisində bir problem yaranarsa, neft dənizə, okeana tökülərsə, bu zaman həm su çiklənir, həm də ki suda olan bütün canlılar, canlı aləm tələf olur, məhv olur. Biz də buna görə də bunların qarşısını almaq üçün də Bakıda COP29 keçirildi və məsələ haqqında danışıldı. Biz də çalışmalıyıq ki, təbiətlərdən mühiti qoruyaq. Çox sağ ol. Bəs təkrar istehsalatla bağlı nə deyə bilərsən? İstehsalat, yəni Kağızın məsəl üçün yenidən istehsal olması. Yenidən istehsalat həm istifadə olunmuş əşyaların yenidən istehsalat olunmalı, yenidən istifadə edilə bilməsi üçün hazırlanmasıdır. Ümumiyyətlə mənə maraqlıdır. Astarada zibilləri ayrı atırsınız, yoxsa ümumi atırsınız? Şüşə qabları ayrı, kağız məlumat. Ayrı. Sakin. Daha biz bu məsələn yenidən bunun haqqında danışmalıyıq. Sakin, xahiş edirəm, eşitmirəm. Bunun haqqında danışsaq, məsələn Azərbaycanda demək olar ki, daha yeni bu ortaya çıxır. Hələ daha çox şəhər ərazilərində yayılıb bu. Məsələn, şüşələri ayrı qutulara, məsələn, zibilləri ayrı qutulara, məsələn, işlənməyən paltarları ayrı qutulara atılır. Amma bu xaricdə, məsələn, deyə bilərik ki, xaricdə, Almaniyada məsələn götürə bilərik ki, bunlar üçün ayrı-ayrı bütün hər yerdə bunları ayırmaq üçün yer qoyurlar. Məsələn, amma bunu ayırmadan bir yerə, eyni yerə atsaq, bu da onun məsələn cərimələnir. Adam məsələn buna görə cəriməliyirlər. Düzdür, tamamilə düzdür. Ümumiyyətlə sual vermək istəyirəm. Kim evlərində zibili atanda ayırır, əlin qaldır
İkisi danışdı, biri kim qaldı? Dediyim şəxsdən. Sən qaldın, bir də sonra o qız qaldırdı. Bizim amma sertifikatımız bir dənədir, 2 dənə. Tamam. Onda qız danışsın soruşsun. Bir dənədir. Qız danışsın. Ad soyad. Biraz məktəbdən. Buyurun. Sakit. Son 5 dəqiqədir. Xahiş edirəm. Nə siz yorulun, nə mən yorulun. 5 dəqiqə sakit. Zavallar fabrikalara çıxan tüstülər nəticəsində hava çox ciddi çəkilir. Nə qədər də zavallar insanlar üçün nəsə istehsal etsələr də oradan çıxan zəhərli dumanlar havanı çəkəndir. Təbiətə atılan plastik butulkalar və ya hansı kəsici aletlər təbiətə həm də ki canlılara ziyan vurur. Nəyə görə plastik butulkalar ziyan vurur? Çünki onun yox olması illəri alır və bu təbiətə zərər verir. Bəzi kəsici alətlər və ya cəmiyyətimiz sakızı ora atsaq, bu da canlılara ziyan vurur, heyvanlara ziyan vurur. Mən əgər zildə atarkən də onun əmin olmalıyım ki, ağzı bağlı və yaxud yox. Buna atar ki, yerə dağılır və buradakı yerdə qaldığı üçün ətrafa ziyan vurur. Hansı bir kəsici alət evdə sınarkən və qurlarkən ona bir hansı bir əskər düşüb sonradan atmaq lazımdır. Çünki bu zibildə yaşayan heyvanlara ziyan vurur. Çok sağ ol. Buyur. Tam sakit. Bekle. Abiyə öyrənmiş oldu. Məncə, mənə görə təbiətə ən çox çitləndirən insanlardır. Bunun səbəbini göstərmək olar ki, məsələn, insanlar gözləyir park məsələn üçün zibil atarlar. Çitləndirirlər. Çitləndirəndə də heç bir şey demədən yalnız çitləndirir. Sonra geri dönüşüm zibil qablarıdır. Məsələn, bizim şəhərimizdə düzün sözü yoxdur. Demək olar ki, yoxdur. Heç yerdə də görməmişəm şəhərdə. Bunun pis yeri odur ki, zibilləri eləməsi şüşə qabları, plastik qabları verilir baxırlar. Sonra, məsələn, Almaniyada, Amerikada adətlər var. Plastik qabları, şüşə butulkaları verirsən, əvəzində sizə pul qaytar. Məsələn, bundan eləsə, insanların da diqqətini ora cəlb edəcəklər. İnsanlar da butulkaları, şüşələri ora atmamağa başlayacaq. Bu da bizim üstümüzə müsbət bir şey gətirir. Təbiətə görə. Əslində bizdə də var, şüşələr verilir. Şəhərdə görməmişəm. Astarada mən şəhər üçün görməmişəm. Sonra meşə yanğınları, insanlar gezmək. Mənə anlatsın. Axırıncı şagirddir. Sizin sinif yoldaşınızdır. O danışır, sonra mən danışıram, yekunlaşırıq. Daha sonra kollektiv xatirə şəkli çəkdiririk. Sertifikat olanlar qalır. Kimlər danışıbsa, onlar qalır, bir-bir sertifikatları təqdim olunur. O birlər çıxıb gedə bilərsiniz. Amma son dəqiqələrimizi mehribancasına oturarım. Çox xahiş edirəm. Buyurun. Məsələn, meşə yanğınlarında insanlar gedir kamp qurur. Bu normal bir şeydir. İnsan istədiyi bir şeydir, gedir kamp qurur. Sadəcə ki, çitləndirərək çıxır oradan. Şüşə qabları atır, meşə yanğınları olur. Türkiyədə təzəliklə baş verən meşə yanğınları böyük bir qırğına səbəb oldu. Minlərcə heyvanlar öldü. Oradan nə qədər ölkələr dəstəyini verdi, yanğını söndürə bildilər. Bu da yaxşı bir şeydir ki, bilirik ki, bəzi ölkələrin dəstəklərlə birləşib bir şey eləyə bilirik. Ümumiyyətlə yanğınları çox sağ ol ümumiyyətlə yanğınlarda ən çox fəsad çəkən canlı orqanizm heyvanlar olur. Çünki insanlar daha cəld tərpənir, öz həyatlarını xilas edir, amma heyvanlar isə başa düşüncə, eləyicə və çox zərər çəkir. Çünki biz bilirik ki, meşə yanğınlarında nə qədər çox həm təbiətimiz, təbiət də belə baxanda canlı aləmdir. Həm təbiətimiz, həm heyvanlarımız əziyyət çəkirlər. Çünki təbiətimiz məhv olur, heyvanlarımız isə canlılarını qurtara bilmirlər və ölürlər. Biz bilirik ki, meşələrdə də ən çox heyvanlar yaşayır və bu da müəyyən heyvanların nəslinin azalmasına gətirib çıxaran səbəblərdən biridir. Bugün biz bura
Qeyri-hökumət təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Dünya Azərbaycanlıların Vətənpərvərlər İctimai Birliyinin layihəsi İqlim Səfirləri Gənclərin COP29 missiyası layihəsi ilə bağlı bugün sizlərlə bərabər burada iştirak edirdik. Tədbir boyu sizin fikirləriniz, düşüncələriniz bizim üçün çox maraqlı idi ki, siz ümumiyyətlə COP29 ilə bağlı fikirləriniz, ekologiya ilə bağlı, iqlimlə bağlı fikirləriniz bizim üçün həqiqətən maraqlı idi ki, görəsən sizin yaddaşınızda necə qalıb, siz nə düşünürsünüz və bu necədir? Ümumiyyətlə COP29 195 ölkənin ölkəmizdə iştirak etməsinə gətirib çıxaran səbəblərdən biri idi. Bu o deməkdir ki, 195 bizim üçün adi rəqəm görünə bilər. Amma Azərbaycan haqqında, Azərbaycanda keçirilən mötəbər COP29 tədbiri ilə bağlı 195 ölkədə Azərbaycanla haqqında danışıldı. Biz onların mediasına çıxa bildik, onların mətbuatına çıxa bildik, onların vətəndaşlarının Azərbaycan sözünün eşitməsinə gətirib çıxara bildik. Bu həqiqətən bir uğurdur. Çünki biz müharibədən çıxmış bir ölkə idik, xalq idik və bizi düşmənlərimiz, qonşu düşmənimiz bizi dünyada vəhşi, qırıcı, terrorçu, vandal, terrorçu kimi dünyaya təbliğ etmək istəyirdi. Və bizim ölkəmizi pisləyirdi, bizim haqqımızda şərlər yaxırdı və bu kampaniyaları keçirirdi. Biz COP29-la dünyaya göstərdik ki, Azərbaycan xalqı necə qonaqpərvər xalqdır, necə tolerant xalqdır, necə multikultural xalqdır, necə insansevər xalqdır və biz ekologiya ilə bağlı necə birləşərək həmrəy olaraq ekologiyamızı qorumağı bacarırıq. Və biz bunu bütün dünyaya sübut etdik, biz bunu bacardıq. Və biz bunu edə bildik. Mötəbər tədbir ölkəmizdə keçirildi, çox gözəl təhlükəsizliklərimiz təmin olunmuşdur və bilirik ki, belə mötəbər tədbirlər keçiriləndə ölkəni sevməyən ölkələr həmin ölkələrdə müəyyən hadisələr törətmək istəyir və müəyyən işlər görmək istəyir. Və şükürlər olsun ki, biz üzü ağla bu mötəbər tədbiri də ölkəmizdə yola verdik. Hər birinizə təşəkkürümü bildirirəm. İlk öncə məktəb rəhbərliyinə öz təşəkkürümüzü bildiririk ki, bugün 1 saat vaxt ayrıldı, bizlər gəldik, sizlərlə görüşdük və biz sizlərin fikirlərinizi gördük. Hər birinizə təşəkkür edirik və sizlərə də arzumuz budur ki, oturduğunuz, iştirak etdiyiniz tədbirlərdə çalışın ki, aktiv şəkildə iştirak edin, öz çıxışlarınızı etməyə çalışın, öz nitqinizin formalaşmasına bu nə qədər vacib və əhəmiyyətli bir işdir. Siz çünki bu tədbirlərdə danışan zaman sizə adi bir hal gələ bilər, amma siz özünüzü ifadə etməyi, öz fikirlərinizi söyləməyi, öz düşüncə azadlığınızı ifadə etməyi, həmçinin nitqinizin formalaşmasına gətirib çıxaran səbəblərdən biridir. Bəzən utanırıq, ilk öncə hamıda olur ki, çıxış edən zaman çoxluluqda, topluluqda bu hisslər olur. Biz bunları danışmalıyıq ki, çıxış etməliyik ki, bu hissləri dəf edə bilək. Hər birinizə təşəkkürümü bildirirəm, çox sağ olun. Bir daha kollektiv şəkil çəkdiririk. Daha sonra sertifikat alan şagirdlərimiz, yəni kimlər çıxış edibsə, hər kəsə sertifikat veriləcək, danışan şəxslər. Onlar qalır, o bir şəxslər istəsələr çıxa bilərlər. Məsələn, bildirəm çaxanda hər hansı bir əraziyə düşüb ərazini yandıra bilir. Məsələn, hər hansı bir ağacın üstünə düşdü, həmin ağac yanmağa başladı. Külək vasitəsilə həmin yanğın daha da artır, beləliklə bir meşənin yanğınına səbəb gətirib çıxarır. Bu da təbiətin özünə vurduğu bir zərər kimi göstərə bilərik. Yəni 100% əgər zərər danışılsa, bu 10% təbiətin özünə vurduğu zərərdir. Təbii ki, burada heyvanların da bəzilərinin də təbiətə vurduğu zərərlər var, amma ən çox canlı aləmdən ümumuna gətirsək, insanlar təbiətə zərər vururlar. Əgər bunu da şəxslər ki, insan öz yaşadığı yeri qorumalıdır ki, onlar növbəti nəsildən gələn insanlar burada yaşayacaqlar. Əgər bunu dərşələsələr, məncə eləməzdir. Amma nə işlər görürük? Mən bunu deyə bilərəm, müəllim, insanların məncə mən 50% mən bunu qorumur, 50% isə mən təbiəti mən qorumağa çalışıyorum. Məsələn, insan, mən indiki nəsildə mən tüstülər çox olur, onlar da 50% mən elə ağaçlar əkirlər ki, çünki bu ağaçlar böyüdükcə mən onlar havadakı karbonatlar oksijeni buraxırlar. Bu da
yeni nəsil üçün çox yaxşıdır. Mən həm ki bu mən 50% ise təbiətə zərər verir. Mən bu zərər isə heyvanlara da təsir olur. Məsələn, dənizlər çirkləndirdikdə müəllim balıqlar da bundan əziyyətçi və onlar belə getdikcə mən nəsil düşər bilər. Danışmaq istəyər. Buyur. Alacağım sizə. Ekologiyanı insanlar həm də təbiət öz başına çirkləndirir. Bu dərəcədən də biz buna nəzər yetirməliyik. Məsələn, zavodlarda tüstülərin olması təbiətə ziyan vurur. Sonra dənizlərin çirkləndirilməsi, bu həm heyvanlara zərər vurur. Sonra insanlar quraqlıqlar, ildırımın çaxması ilə meşələrin yanğınları, bu kimi təbiət ekologiyaya ziyan vurur. Bunun üçün də biz əlimizdən gələni etməliyik ki, ekologiyanı qorumalıyıq. Çox sağ ol, buyur. Alacağım. Bir dənə oğlan, bir dənə qız. Buyurun. Lap arxadakı oğlan. Sən əyləş, onun dalındakı. Ad, soyad. Teşekkür ederim. Deməli, biz burada məsələn kənara çıxan üstdə ekologiyanı körlüyür və biz də buna görə çoxlu xeyirli işlər görməliyik. Yəni daha çox Xahiş edirəm. Daha çox burada ağac əkməliyik və ekologiyanı qorumalı. Məsələn, meşəyə istirahətə və başqa bir şey getdikdə şüşə turkaları yerə atmamalıyıq. Onu zibilə atmalıyıq ki, sonra günəş vurub meşə yanğını baş verə bilər. Həm də bunu gölə və ya dənizlərə atsaq, burada bəzi canlılar zərər çəkə bilərlər. Bu da onların nəslinin kəsilməsinə səbəb olur. Atdırırlar. Nəyə görə təbiətə ziyan vurur deyirik? Çünki onlar təbiətdə çürümür və təbiətdə qalaraq ziyan vurur. Və atılan zibillərin ən təhlükəlisi isə saqqızdır. Bilirik niyə saqqız təhlükəlidir? Çünki, bilən var, çünki quşlar saqqızın nə olduğunu başa düşmür və yerə düşən saqqızı yemək kimi sayaraq onu qəbul edir və həmin dəqiqədə ölürlər. Çünki o yapışır onların boğazına və onlar həmin dəqiqə ölürlər, həyatlarını itirirlər. Sizlərdən də hər birinizdən xahişimiz budur ki, biz çeynədiyimiz saqqızı qəti şəkildə yerə atmırıq. Çünki bunda canlıların, quşların bunu başa düşməməsi və bilməsi öz həyatını itirmə səbəblərindən biridir. Alacaq. Bir də biz dedik ki, ekologiyanın zavodların tüstüsü körlüyür. Bəs sürülən maşınlar necə? Bundan bağlı nə deyə bilərsən? Sən danışmısan. Sürülən maşınlar karbon qazı buraxırlar. Ona görə də daha çox elektrikli maşınlar istəyir. İndi artıq bizim ölkəmizdə elektrikli maşınlara keçid edək. Meşələr görülür və bu meşələr... Orada bir alıq yandırsa və alığı yandırmadan oradan ayrılsa, buradakı böyük meşə yanğınlarına və buradakı bəzi fəlakətlər yarana bilər. Buradakı meşə yanğınları əsasında buradakı ağaclar və yanaşı meşələrdə yaşayan heyvanların da buradakı canı gedir. Hətta buradakı atılan balaca bir şişə parçası belə buradakı meşə yanğınlarını yarada bilir. Bizim əsasən buradakı bəzi fabriklər ki vardır, burada tüstü vardır. Bu bizim ekologiyamıza çox böyük xəsarət getirir. İndi isə gələcəkdə burada elektrikli maşınlara keçirik. Bu bizim ekologiyamızın üçün çox mühüm bir məsələdir. Çünki artıq buradakı maşınların buraxdığı karbon qazı burada olmayacaq və bizim ekologiyamızın çoxunluğu burada qorunacaqdır. Buradakı ağacların kəsilməsi isə burada dünyada çoxlu ağac kəsilir və ağaclar da bizim oksigenimizi tənzimləyir. Əgər buradakı ağaclar olmazsa, aşağı daha da çox çirklənər. Əlimdəki zibilləri zibil qutusuna atmalar və yerə atırlar. Bunda ən zərərlisi olaraq plastik. Plastik minlərcə illə keçsə də o yox olmur. Burada atdığımız zibillər suya, okeana, dənizə atdığımız zibillər ən çox balıqlara zərər vurur. Burada ağaclar kəsib oksigenini azaldılar. Ağac əkdikdə isə 100 il oksigen sağlaya bilir. Burada isə ağacları kəsdikdə bizim oksigenlərimizi azaldırlar. Ağacları kəsdikcə ləvazimatlar düzəldirlər. Bir çox şeylər düzəldirlər oksigenə, insanlara
zərər vururlar. Bu indiki dövrdə isə zərər verilən fabriklərin tüstüləri isə oksigenin azot qazının deşilməsinə səbəb gətirir. Ona görə də bizim oksigenimiz azalır. İndiki dövrdə maşınlar artıq elektriklə gedir. Elektrikli maşınlar gətirildi. İnsanların bir çoxu elektrikli maşınlardan istifadə edir. Tam doğrudur. Onu dedik ki, atlanlar, onlar çünki çürüyə bilmir, tam səmimi desək. Və təbiətə ziyan verir. Ziyan vermək nədir? Yanğının olması və görür ki, hava çox isti keçir, meşədə yanğın baş verir. Bu nədən baş verir? O atılan tutulkaya günəş şüasının düşməsi və yanğın hadisəsinin baş verməsindən gətirib çıxarır. Bu sıradan danışmaq istəyən alacaq. Buyur. Təbiət müxtəlif səbəblərdən çıxır. Ad soyadı? Bir insanlar nəticəsində, bir təbiətə buraxılan zərərli qazlar nəticəsində, bir də təbiət öz-özünə ziyan vura bilər. Təbiətə buraxılan zərərli qazlar nəticəsində ona misal göstərə bilərik ki, zavodların və fabriklərdən çıxan tüstülər, maşınlardan çıxan tüstülər təbiətə karbon qazını buraxır. Onu çöldə riayət etmirlər. Bayan gözəl soruşmaq deyəcəyim ki, bugün hamımızdan xahişimiz budur ki, burada danışdıqlarımızı və eşitdiklərimizə özümüz riayət edək. Yəni, söz xatirinə danışmayaq, eşitdiklərimizi də söz xatirinə eşitdik, bitdi, gedək, köhnə həyatımıza yox və özümüz icra etməliyik, özümüz əməl etməliyik. Çeyirdiyimiz saqqızı yerə atmamalıyıq, nəsə aldıq, yedik, zibini yerə atmamalıyıq, zibil qablarını atmalıyıq. Soxdur, içdik, şüşə qabını yerə atmamalıyıq. Ən azı bu xırda şeyləri özümüz əməl etməliyik ki, bundan sonraki nəsillərə də, bundan sonraki həyata da təbiətimizi sağlam şəkildə təhvil verə bilək. Çünki biz özümüzdən sonrakılara borcluyuq, borcumuzdur. Buyur, davam etməsidir. Sonradan oxumaq istəyirəm, bir maşın dediniz bayaqlar, elektrik maşınlar, benzinli maşınlar və onu demək istəyirəm ki, indi bu firmalar ki var, hər firma öz maşını çıxardır da, onların da bazarına pis təsir edir də. Çünki hamı elektrik maşını istifadə etsə, bəs yaranan bu, necə deyim də, benzinlə yaranan maşına da sayılır. Köhnə də olsa, istehsalatdan çıxarılması olur. Amma onların da hərənin də öz xəstəsi var, hər maşın. Yox, indi məsələ onlar düzgün deyil də. Onlar gələcəkdə istehsalatdan çıxacaqlar. Çünki ekologiyaya bir söz deyim də, fikirləşin ki, 82-ci ilin, 90-cı ilin maşını nə qədər insana xərc verir. Dostlar, xahiş edirəm, sakitliyə riayət edək. Fikirləşin ki, mənim maşınım 95-ci ilin maşınıdır və indi 2025-ci ildir. Maşının nə qədər köhnədir, dəyişilməlidir. Ona verilən sərmayəyə toplasaq, bir dənə yeni maşın alsaq, həm mənim cibimə qənaət baxşı olacaq, həm də ekologiya. Və mən sizə deyim ki, ekologiyaya yararlı maşınlar bizim cibimizə də sərfəlidir. Benzin sərfiyyatının azalması. Adi bir hal deyim, mənim Bakıda Astaraya gəlməyim üçün Bolu Bak, Gəldüzün danışaq, benzin vurmuşum. Bu 40 manat pul tutur. Amma ekoloji sağlam maşına minsək, ona isə 10 manat pul tutur. Görün nə qədər fərq edir. Bu bizim həmçinin də bütçəmizə də bir xeyirdir ki, bir var mən 10 manata gəlib çıxdım Astaraya, bir də var ki, mən 40 manata. Görün 30 manat fərq elədi, adi bir hal. Ona görə gələcəkdə hamımız özümüzdən asılı olmayaraq bu yeni dövrə keçid eləmək istəyəcək ki, həm cib baxımından da ucuz olsun, adi bir hal. Əvvəllər evi nə ilə qızdırırdılar? Odunla qızdırırdılar. Ev qızdırdı mı tam olaraq odundan? Yox. İndi kombi çıxır. Qazdır və kombi ilə eyni pula bütün evi qızdıra bilirik. Oca biz odunu sevsəydi, amma deyir ki, bu cibimizə gəlməyir. Sevmirik, anlayıram. Yox, bəzən biləm görüntü olaraq yaxşıdır. Nədən? Çünki o adamlar zülümü görməyiblər də biz gördüyümüzü. Həm odun təbiətimizə nə qədər xahiş edirəm də, çox xahiş edirəm. Dinləmə mədəniyyətimiz olsun. Bütün siniflər yuxarı siniflərdir. Nə olub sizə? Bizim evimizi pis eləyirdi, evimizi batırırdı. Bu bir ziyanı. İkinci ziyanı təbiət qırılırdı, məhv olunurdu. Meşələrdən ağacları qırıb məcbur idik ki,
evi istiləşdirməkdən ötürü yandıra, təbiətin korlanması, ekologiyanın korlanması, həmçinin əziyyət, elə hamısını pulu zadı qoyuram burağa. Bunun belə əziyyəti bizə nəyi var çətin idi. Ona görə biz gələcəkdə özümüz istəmədən yeniliyə özümüz qapı açacaq ki, tək ki yeniliyə olsun, bizim komfortumuz olsun, rahatlığımız olsun. İnsan komfortunu heç nəyə dəyişmir. Buyur əyləş, buradan bir qız idi, yox, əlavə eləməzsən, əlavə elə qızdan. Malların sərf edilməsi, müəyyən qədər büdcəmizdən çıxan maşınlara və yaxud da elektrik mühərriklərinə sərf etdiyimiz xammalları, bunları azaltması, yenidən emal etmək isə, yəni bir dənə sadə butulkanı götürsək, plastik butulkanı, ondan yenidən emal edərək nə qədər şey düzəldə bilərik. Yəni təbiətimizə zərərli şeylərdən bunları dəyişib, vacibin mühüm şeyləri çevirə bilərik. Həm də təkrar emal etməni də bunu nəzərə götürə bilərik. Yəni bir çox insanlar bunu başa düşmürlər və ekologiyanı sadə gözlə baxırlar. Yəni burada danışılan, burada qalmır. Yəni çöldə buna riayət etmək lazımdır. Yəni təbiətin qorunması və yaxud da ağacların kəsilməsi də buna verilən zərərlərdən biridir. Atdığı müsbət hallardan biridir ki, yəni ölkə bunu deyə bilər ki, getdik, elə mənə maliyyə gəlir, amma vətəndaşının düşünməsi sizə çox böyük bir haldır ki, vətəndaşa düşünülür ki, onun vətəndaşı səhəri gün ziyan çəkməsin, səhəri günü bunun əziyyətini çəkməsin və indi də bundan sonra da ölkəmizdə tikilən, ölkəmizdə yəni istehsal olunan zavodlara, fabriklərə və yaxud da müəssisələrə tapşırılır ki, havaya qəti şəkildə ziyan verici maddələr buraxılmasın. Misal gətirə bilərik. Meşə yanğınları baş verir. Bunu ildırım vasitəsilə də baş verə bilər və insanlar da özləri düşərgə qururlar. Orada alov yandırırlar və alovu söndürmürlər və ya söndürmə yadlarına çıxıb bu bir qığılcıma görə də bütün meşə yanğınına səbəb ola bilər. Və indi kağızın istehsalında da odun əsas yer tutur və odun da ağacdan əldə olunur. Bu zamanda ağaclar qırılır. Bu da meşənin qırılmasına səbəb olur. Sonra deyə bilərik ki, əgər bir neft gəmisində bir problem yaranarsa və neft dənizə, okeana tökülərsə, bu zaman həm su çirklənir, həm də ki, suda olan bütün canlılar, canlı aləm tələf olur, məhv olur. Ona Atatürk yerə dağılır və buradakı yerə qaldığı üçün ətrafı ziyan çıxır. Hansı ki, kəsici alət evdə sınarkən və qırılarkən ona bir hansı ki, əskər üçün sonradan atmaq lazımdır. Çünki bu zibildə yaşayan heyvanlara ziyan verir. Çox sağ ol, buyur. Tam sakit. Bəkdə. Abiyə öyrənmişdir oldu. Mən nə qədər çox həm təbiətimiz, təbiət də belə baxanda canlı aləmdir. Həm təbiətimiz, həm heyvanlarımız əziyyət çəkirlər. Çünki təbiətimiz məhv olur, heyvanlarımız isə canlılarını qurtara bilmirlər və ölürlər. Biz bilirik ki, meşələrdə də ən çox heyvanlar yaşayır və bu da müəyyən heyvanların nəslinin azalmasına gətirib çıxaran səbəblərdən biridir. Dünyaya təbliğ etmək istəyirdi və bizim ölkəmizin pisləyirdi, bizim haqqımızda şərlər yaxırdı və bu kampaniyaları keçirirdi. Biz COP29-la dünyaya göstərdik ki, Azərbaycan xalqı necə qonaqpərvər xalqdır, necə tolerant xalqdır, necə multikultural xalqdır, necə insansevər xalqdır və biz ekologiya ilə bağlı necə birləşərək həmrəy olaraq ekologiyamızı qorumağı bacarırıq.